Salam, hər vaxtınız xeyir olsun. Aşağısı yuxarı olan təzyiq haqqında bu günləri fikirlərimi sizinlə bölüşmək istəyirəm. Biz təzyiq haqqında danışdıqda iki səviyyədən danışırıq. Məsələn, təzyiq 120-80-dırsa, 120 sistolik təzyiqi göstəricisidir, 80 diastolik təzyiqin göstəricisidir. Sistolik təzyiqdə oksigenlə zəngin olan qan ürəkdən bütün bədənə qovulur. Diastolik təzyiq qanın damar divarındakı təzyiqidir. Bu zaman hətta kiçik damarlar belə qanla təhciz olunmuş olur. Əgər damarların elastikliyi yaxşıdırsa, damarlar sağlamdırsa, onda diastolik təzyiq normada olur. Yox, əgər damarların elastikliyi hər hansı bir səbəbdən pozulmuşsa, daralmışsa, spazmaya uğramışsa, onda bu zaman bir sıra problemlər yaranır. Beynin qanla təchizatı zəifləmiş olur, orqan və toxumaların oksigenlə və qidalı maddələrlə təchizi pozulmuş olur. Bu da əlbəttə ki, bir sıra orqanların funksiyasına zərərli təsir göstərir. Beynin fəaliyyəti pisləşir, aydın düşünmə pozulur, yaddaş zəifləyir, baş gicəllənmə, baş ağrıları, ondan sonra qulaqlarda və başda küy, boyun ağrıları, hava çaşınmazlığı, ürəkdə ağrı və s. yaranmış olur. Birinci növbədə nə etmək lazımdır? Böbrəklərin fəaliyyəti yoxlanmalıdır. Bunun üçün qanın analizi verilir, biokimyəvi analizi və sidik analizi. Kreatində, sidik turşusunda dəyişiklik olduğunda mütləq nefroloqa müraciət olunur. İkincisi, qalxanvari vəzin fəaliyyəti yoxlanmalıdır. Qalxanvari vəzin fəaliyyətinin zəifləməsində hipotireozda diastolik təzyiq səviyyəsi qalxmış olur. Qalxanvari vəzi hormonları TSH, T3, T4 yoxlanmalıdır. Hər hansı birində dəyişiklik olduğunda endokrinoloqa müraciət olunmalıdır. Qalxanvari vəz, böyrəküstü vəz yoxlanılır. Üçüncü. Böyrəküstü vəzdə deməli qan analizində aldosteron, adrenalin, noradrenalində dəyişiklik olduqda həkimə müraciət olunur. Ümumiyyətlə müalicə mütləq həkim nəzarəti altında aparılmalıdır. Aşağı təzyiqin yuxarı olması ümumiyyətlə bizim həyat tərzimizin nəticəsi kimi meydana gəlir. Birinci növbədə az hərəkətlilik. Gün ərzində 25-30 dəqiqə idman hərəkətləri eləmək lazımdır və yaxud saniyədə 1, sonradan artırıb saniyədə 2 addım olmaqla gün ərzində 7-10 min addım atılması lazımdır. İkincisi, boyun əzəlilərinin xroniki spazması. Boyun əzəlilərinin masaj etmək, zərli qoyulması, trapezi bənzər əzəllərin masajı öz müsbət təsirini göstərir. Üçüncü, duzdan istifadə. Duz, diastolik təzyiqi yuxarı qaldıran səbəblərdən ən əsaslarından 2 həftə siz duzdan imtina edin, onun nəticəsini görəcəksiniz. Çünki duz mayeni, suyu özünə hopdurur, qanı qatılaşdırır və nəticədə diastolik təzyiqin qalxmasına səbəb olur. Dördüncü, ziyanlı vərdişlərdən uzaq olur. Spirtli içkilərin qəbulu, siqaret, damarların elastikliğini pozur, qanı qatılaşdırır və bu da diastolik təzyiqin qalxmasına səbəb olur. Tərəvəz salatlarından istifadə 1 ay müddətində sırf tərəvəz salatları qidalanın, nəticəsini görəcəksiniz. Və nəhayət, maqnezi və vitamin B-nin çaşılmazlığı. Bunu qaydasına saldıqda 2 həftə ərzində təzyiqinizdəki fərqi hiss edəcəksiniz. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.